sirlərini qoruyacağam. İndi gəl mən sizə deyim, bu həkim sirləri nədir? Yaxınlarda yaşanan bir hadisəni qısaca danışacağım. Dostumun belində deməli yırtıq var, elə mənim də belimdə var. Nəysə, onun vəziyyəti pisdir, yeriyə bilməyən hala gəlir. Deməli, salam əleyküm 60 manat həkimin qəbulu verdi, girdi. Həkim təbii olaraq heç nə demir, qayıdıb deyir ki, həmən MRT-yə girməlidir. MRT-yə də 170 manat verdi, girdi. MRT-dən çıxandan sonra 5 mm yırtıq göstərdi. Hansı ki, ondan qabaq dövlətdə MRT olmuşdu, 7 mm göstərmişdi. Artıq bu nətər MRT-dirsə, hərəsi bir şey deyir. Həkim də buna baxıb nə deyir? Deməli, bir dənə iynə var. Amma garantisi yoxdur ki, bu həqiqətən də sənin ağrını kəsəcək. 800 neçə manatdır, 6 ay səni sakitləşdirəcək, rahatlaşdıracaq. Deməli, gəl sənə 800 manata bir iynə vuraq, artıq 200 neçə manat dəyib. Ondan sonra da bir 6 aydan sonra təzədən başlayacaq, ora axır gətirib çıxaracaq əməliyyata. Bax, həkim sirləri budur, qardaşlar. Bax, buna and içirildi həkimlər. Çoxsu, hamıya aid eləmirəm, hamını interəziyə qoymuram. Amma biz nə edirik? Biz gedirik bir dənə osteopat tapırıq. Adam gəlir, adamın əzələlərini, kürək əzələlərini, bel əzələlərini masajla, banka ilə aktiv hala gətirir. Və dostumuz qalxır ayağa, şükür Allaha bugünkü gün həyatını yaşayır normal işinin gücünün başında. Bəli, həkim sirləri budur. Heç kim bizim əzələmizdən danışmır. Həkimə gedirsən bir soruşmur ki, gəl bəlkə sənin bir əzələvi yoxlayaq, işləyir, işləmir. Həmən iynə, bahalı dərmanlar, əməliyyat. Bax, bugünkü gün medisina, tibb buna and içir və bunu bizə satır. O 2 manatla sağala biləcək, 2 manatlıq dərmanla sağala biləcək xəstəliyi 2000 manata çıxartmaq. Sizə çoxlu firma dərmanları satmaq, faiz qazanmaq. Bax, buna söz verir indiki həkimlərimiz. Hipokrata and içirlər. Bax, Hipokratın andı bax, bunun üzərinədir. Eləməyin. 10 milyonluq bir ölkəyik. 10 milyon əhalimiz var. Hamı qurdalayanda bir-birinin qohumu düşür, tanışı düşür. Eləməyin. Vallahi qabağınıza çıxacaq. Balalarınızın qabağına çıxacaq. Ailəvizin qabağına çıxacaq. Bu həyatda yaşatdığı yaşamadan ölməyəcəksiniz. Heç kim. Mən də, siz də. Eləməyin uşaqlar. Eləməyin. Sağ ol.